Mən bir zaman bütün dünyanı sevməyə hazır idim. Sonra içimdəki sevgini elə öldürdülər ki, yeri boş qaldı. Yox, nifrətlə dolmadı, elə boş qaldı. Boş. Sarı Odalar kitabından olan bu sözlərin müəllifi publisist yazar İradə Tuncaydı. Biraz lirik, biraz zarafat, biraz da poeziya ruhuna köklənmiş həmsöhbətimiz İradə xanım telekitabın qonağıdır. Deyirlər söz müqəddəsdir. Sözün içində doğulub sözlə böyüyən publisist yazar İradə Tuncay söz adamı olmağından məmnundur. İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1982-ci ildən Dövlət Televiziyasının Gənclik və Ədəbi Dram baş redaksiyasında redaktor, 2002-ci ildən Space Televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. Mətbuatın inkişafında yardıma görə və media açarı mükafatlarına layiq görülüb. Bir halda ki, bəşəriyyət yaranandan ədəbiyyat həmişə müqəddəs bir şey sayılıb, söz adamları hörmətli tutulub. Baxmayaraq ki, zaman-zaman hökmdarlar da onlardan qorxublar, edam eləyiblər, sürgün eləyiblər. Hər halda söz adamı mənə elə gəlir ki, hər şeydən üstündür və Allah da insanları yola gətirmək üçün kitablarını söz şəklində göndəribdir. Hər halda musiqi ilə göndərməyib, rəsmlə göndərməyib, sözlə göndərib. Söz adamı olmaq ən böyük xoşbaxtlıqdır. İnsanın özünü ifadə eləmək qabiliyyəti ən böyük xoşbaxtlıqdır. Yaradıcı insanlar Tanrının yer üzünə bəxş olunan övladlarıdır. Onları cəmiyyətdə başqalarından fərqləndirən təkcə düşüncələri deyil, həm də kövrəklikləridir. İradə xanım bu insanları qorumaq lazım olduğunu deyir. Əlbəttə, əlbəttə. O qədər insanlar var ki, onların həyatını ədəbiyyat dəyişib, tamam alt-üst edib. Siz söz düşdü, deyək ki, mən sözümün əvvəlində səfirlərdən danışdım. Yəqin ki, oxumusunuz da o əsəri. Orada yadınıza düşür, Jean Valjean qatil olur, qatırqaçı olur. Gəlir, yepiskopla rastlaşır. Və Jean Valjean'ın insan kimi formalaşmağı, o artıq böyük insan idi, həbsxanalarda keçmişdi həyatı. Gəlir, o ona oğurladığı o şamdanları bağışlayır və o ömrü boyu həmin şamdanlar onun üçün bir mehrab olur. Və öləndə də yadınızdadırsa o səhnədir ki, mənim keşişim buradadır. O ədəbiyyat həmin o şamdandır, işıqdır hər zaman insanlar üçün. Kim onu qanır, kim qanmır. Yəni, içindən keçirdə bilirsə, deməli artıq o insan yaxşı insandır. Amma bir şey də var da, burada biraz bir mənalı olmaya bilər. Çünki mən onu da yazmışam, orada var, o Sarı Odalarda var. Yəni, çox mütaliəli, vicdansız adamlar var da. Baxırsan ki, dünya ədəbiyyatından xəbərdar, bütün ədəbiyyatın bütün incəliklərini bilir. Amma o qədər əclaflıqlar eləyir ki, bu da mənim üçün maraqlıdır ki, sən bunları oxuyub dərk eləmisənsə və sən yenidən bu vicdansızlıqları eləyirsənsə, sən necə insansan? Dilim dinməz. Kipriklərim səsəylər, necə xoşdur ürəyimi kəs elə. Qalan ömrə yarım ürək bəsəylər, unut məni, aldat məni, at məni. Enişi qar, yoxuşu qar bu yolun, yad nəfəsdən buz qayası su olu, yalan yolu 5 addımlıq su yolu, allat məni, umut məni, at məni. Sən ömrünün atəşində yananda, kölgən kimi gərəksizəm yanımda, qiymətli bir itik saxlayanda, unut məni, aldat məni, at məni. Həm də xalq şairi Məmməd Arazın qızı İradə Tuncay onunla daha çox ata-övlad yox, mürid-mürşid münasibətində olduğunu deyir. O, ümumiyyətlə, elə adam idi ki, danışan adam deyildi də. Hər şeyə qarışsın, hər şey. Biz baxışından anlayırdıq onun ki, o nə demək istəyir, bunu eləmək olar, yoxsa yox. Çox ağır xasiyyəti var idi, çox.
Yəni evin içində bizim həmişə belə çox belə ağır patriarxal qaydalar hökm sürüb. Çox ağır xasiyyəti vardı və mən hardasa onu dəfələrlə də demişəm, mən ərə gedəndən sonra biraz azadlığa çıxdım. Çünki Aqil biraz laqeyd idi də belə şeylərə, amma atam çox ciddi idi, çox. Maraqlıdır ki, İradə xanım şair ailəsində doğulsa da, kiçik yaşlarından nəsri nəzmdən daha çox sevib. Atasının tövsiyəsi ilə erkən yaşlarından bir çox kitabları oxuyan İradə xanım şeirin yükündən danışdı. O şeiri anlamaq çətindir axı, onun müəyyən bir yaş dövrü lazımdır ki, onu dərk eləyəsən. Şeiri çətindir anlamaq. Əgər doğrudan şeirdirsə, onun içində yük varsa, təsəvvürün ki, şeir bəzən böyük bir romanın yükünü daşıya bilir. Balaca bir şeir, bir mənzərə yaradır ki, onu dünyanın bütün məşhur rəssamları gəlib əlləşərlər, vuruşarlar, onu yarada bilməzlər. Amma şeir onu bir balaca bir bənddə verir. Şeir ağırdır. Onun üçün bir müəyyən yaş dövrü lazımdır və mən o yaş dövrünü keçəndən sonra başladım şeiri dərk eləməyə. Sarı Odalar, yol kitablarının müəllifi İradə xanım Bir İçim İnsan silsiləsindən 21 Azər, Məmməd Araz, Kərim bəy Mahmudbəyev, 100 Cavan Oğlan və Cəfər Cabbarlı sənədli filmlərinin müəllifidir. Yazılarında olduqca emosional, kövrək olan bu xanım yazı prosesindən də söhbət açdı. Çox ağır yazıram mən, çox çətinliklə yazıram. Mən sözə münasibətim o qədər məsuliyyətlidir ki, mən bəzən bir cümləni bir gün fikirləşirəm. Yəni belə yanaşıram mən yazıya. Bəlkə ona görə mən bir cümlənin üstündə o qədər işlədiyimə görə bəlkə o daha elə rahat oxunur. Onu deyə bilmərəm. Düzdür, ilk baxışda rahat oxunur, amma sonra onun alt qatlarını gərək açasan. Sevgi. Özündə dünya qədər böyük məna və hisslər daşıyan bu kəlmə İradə xanımın həyat və yaradıcılığında olduqca böyük əhəmiyyətə malikdir. Çox böyük bir şeydir. Yəni mənim düşüncəmə görə ümumiyyətlə Allah bu kainatı yaradanda onu sevgi prinsipi ilə yaradıb. Yəni fikir verin, bütün planetlər bir-birinə hansı məsafədə dayanıblar ki, hansı planet bir-birini necə cəzb eləyir. Yer kürəsində cazibə qanunu var. Cazibə qanunu əslində nədir? Eşqdir də. Nizami deyir onu əslində. Newtondan qabaq deyib özü deyir ki, kainatda hər şey cəzbə bağlıdır. Filosoflar buna eşq adlandırır. Cazibə qüvvəsi. Yəni ola bilər ki, biz 1000 nəfərin içində bir nəfəri sevə bilək və ancaq ona cəzb oluna bilək. Bu çox böyük sirdir, bu Allahın böyük sirridir. Eşq nədir, sevgi nədir? Sevgi olmasa ümumiyyətlə nə mövcud ola bilər? Biz hər şeyi işimizi sevməliyik, yaşadığımız evi sevməliyik, getdiyimiz küçəni sevməliyik. O sevgi olmasa onda dağılacaq hər şey, xaos yaranacaq. Bu qədər güllərə uyma gül balam. Mənsiz bu tövfələr yox ola bilər. Körpə duyğuların belə zövq ala, beləcə incəlib yuxala bilər. Mələr çəmənlərdə quzu küləklər, sazaqlar yol üstə yaz haraylayar. Qırıb pəncərəni quzğun küləklər, qəlbini didməyə yaz haraylayar. Güllərə hopulan bu alqışları, gülüm, göz yaşınla yuyarsan onda. Tikan qayğıları, buz baxışları, ayaz gülüşləri duyarsan onda. Şeir mənə yazılıb. Mənim onda təxminən 12-13 yaşım var idi. Atamın yazdığı şeirdir. Və mən onun orada o təsvir elədiyi şeylərin hamısını yaşadım həyatımda. Məmməd Araz yaradıcılığı xalqın dilindən düşməyəcək və yaddaşlardan silinməz incilərdir. Bəlkə də bugün böyük şairin qızı olmaq məsuliyyətli olduğu qədər də xoşbəxt bir histir. Amma mən olmağın min şərti var. Yəni birincisi ondan başlayır ki, sən o boyda kişinin qızısan və
o ağırlığı ömrün boyu daşımalısan, o adın ağırlığını. Kənara çıxa bilmirsən, sən həmişə işıq altındasan. Hamı sənə baxır. Təsəvvürünüzə gətirin də belə bir həyat. Və sonra özün olmağa başlayırsan. Çox çətindir. İndi mən fikir verirəm, o həsədi, o paxıllığı, o qibtəni görürəm mənə qarşı olan, o qıcığı da görürəm mənə qarşı olan. Bircə saat mənim yerimdə ola bilməzlər o adamlar. Onu da görünür mənə o yaradan verib, o səbri, təmkini, dözümü. Odur ki, arzulamasınlar mənim yerimdə olmağı, ola bilməzlər.